Salam, hər vaxtınız xeyir olsun, əziz kanal izləyiciləri. Deməli, bu gün 18 may tarixində e, OTK e, blok fənlərindən sınaq imtahanı keçirdi. Biz bu gün sizlə blok imtahanında informatika fənnindən olan sualların izahına baxasıyıq. Videoya başlamamışdan öncə bir elan nəzərinizə çatdırım. Bizim həm növbəti tədris ili üçün olan informatika qruplarımıza qeydiyyat artıq başlayır. E, Yəni videodan baxıb yazanlar qrafiklərindən yazıb tanış ola bilərlər. Və bir də bildiyiniz kimi iyun ayının biri imtahandır və növbəti ikinci şans imtahanı iyul ayının ortalarının 13-ünə təsadüf eləyir. Və həmin müddətdə bizlə hazırlaşmaq istəyənlər də öncədən müraciət eləyə bilərlər. Nəzərinizə çatdırım ki, ikinci şans imtahanının hazırlıqları yalnız onlayn olacaq, əyani şəkildə olmayacaq. Çünki nəzərdə tutulub ki, dərslərin sayı həftədə, yəni say etibarı ilə daha çox olsun. Yəni həftədə 2 dəfə yox da, yəni daha çox say etibarı ilə. Ona görə düşünürəm ki, abituriyentlərə ən uyğun variant onlayn şəkildə hazırlıqdır. İndi isə keçək sual izahlarımıza. Deməli, belə. Aha, başlayaq görək suallarda bizə nə deyir? Bir dəqiqə. Deməli belə, 61-ci sualla başlayırıq. 61-ci sualda alqoritmin yerinə yetirilməsi nəticəsində y dəyişənin 16 qiymətini almışdır. Nəticə buradadır. Y-ə qeyd edirik 16. Y dəyişəninin ilkin qiyməti. İndi gəlin baxaq. X dəyişəninin burada qiyməti nədir? Y plus 2. Onda biz burada Y dəyişəninin qiymətini hesablasaq, yuxarıdan X dəyişəninin qiymətini gətirib aşağıda yerinə qoyarıq. Y üstəgələk 2, üstəgələk 5 deyərik. Yəni, buradan alarıq ki, Y dəyişəninin qiyməti bərabər oldu Y plus 7-yə. Sonra gəlib X dəyişəninin qiymətini hesablayarıq. X-in qiyməti buradadır. Y plus 2-dir. İndi biz X-ə yeni qiymət almaq üçün gətirib X-in yerinə Y plus 2 minus 3 yazarıq və burada da alarıq ki, X bərabərdir Y minus 1-ə. Gətirib bunları həm X-in, həm Y-in qiymətin aşağıda yerinə yazsaq, Y-in yerinə Y üstəgələk 7 və X-in yerinə Y çıxaq 1 bərabər 16 desək, buradan alarıq ki, 2Y bərabərdir 10-a və Y dəyişəninin ilk qiymətinə 5 qiymətini almış olarıq. Burada sualımızın deyək ki, B variantıdır bu. Cavabı B variantı 5 olar. Doğrudan da siz gəlib yoxlasaz, 5 ilə 2-ni toplayarsınız, 7 verər. 7 ilə 5-i toplayarsınız, 12 verər. 7-dən 3 çıxarsınız, 4 verər. 12 ilə də buradan da, deməli, burada biz X-i alacağıq. Yəni, baxın, Y-in bizdə buradakı qiyməti, yəni bu qiyməti 7-dir. Buradakı qiyməti 7-dir. Daha doğrusu 7 deyil, üzr istəyirəm, 5-dir. Və buranı silək. Aha. Y-in baxın, buradakı qiyməti 5 olacaq. Onda X-in qiyməti 7 olasıdır. X-in qiymətini burada yerinə qoysaq, 7 ilə 5, 12 eləyir və X-in qiyməti 7 idi. 7-dən də 3-ünü çıxsaq 4 eləyir. Burada bizdə Y üstəgələk X çıxaq 2-ni istəyir. 12, 4, 16, 16-dan 2 çıxanda burada bizə 14. Biz neysə yanlış elədikmi? Bir də baxaq. Y dəyişəni 16 qiymətini almışdır. Yəni biz burada alırıq 16. İndi gələk baxaq. Y üstəgələk 2. Deməli, X-in qiyməti budur. Onda Y-in qiyməti bərabərdir X üstəgələk, daha doğrusu X-in yerinə, yəni biz nə yazırıq? 16-dır. Burada X-in yerinə Y plus 2 yazırıq. Y bərabərdir. Y plus 2 üstəgəl 5. Yəni Y üstəgələk 7 və X bərabərdir X minus 3. Yəni Y plus 2 minus 3 deyəsiykdə. Bu da bizə verəcək Y plus 2 minus 3, Y minus 1. Bunları gətirib yerinə qoyanda mən bu 2-ni bayaq nəzərə almamışdım. Ona görə yanlış eləmişik. Y üstəgələk 7, üstəgələk Y çıxaq 1 çıxaq 2 bərabərdir 16. Bayaq bu 16-nı nəzərə almamışdım deyə yanlış olduq. 2Y bərabərdir
Deməli nəyə? 19-dan 7 çıxsaq 16, 2, 18, 1, 19, 19-dan 7 çıxsaq 12 və y bərabər 12 və y bərabərdə 6-ya. Əgər biz bura 6 qoysaq, burada x-ə 8 alacağıq. Burada 8 desək, burada y-ə 13 alasıyıq. Burada x-ə 8 desək, bura gəlib 5 alasıyıq. Və sonda da 13 üstə gələk. 5 çıxaq 2 bizə 16 verəcək. Burada sualımızın cavabı olacaq A variantı birinci sualımızda. İndi birinci sualımızın izahı getdi. Keçirik ikinci sualımıza. İkinci sualımızda bizə nə deyir? Deyir ki, RGB rəng modelində kodlaşdırılmış təsvirin piksel sayını dəyişmədən palitradakı rəng çalarlarının sayını 16384 dəfə azaltdıqda həcmi 42 kilobayt azalır. Deməli, burada gəlib nə deyirik? Birinci halda təsvir RGB rəng modelindədir. RGB rəng modelindədir. Sonra mən RGB rəng modelində bilirəm ki, bir piksel 24 bitdir də. Yəni, burada 224 rəng çaları var. Onda bu olacaq Q1 bərabərdir 24 vurulsun. Piksel sayında A vur B ilə işarə eləyirəm. Bu birinci haldır. İndi ikinci halda deyir ki, təsvirdəki rənglərin sayını 16384 dəfə azaltdır. Onda mən 2 üstü 24'dür. Bu 16384'də 2 üstü 14 deməkdir. 2 üstü 14'ə bölsəm, rənglərin sayı alıram 2 üstü 10. 224'ü böləndə üstlər çıxılır. Və burada bir pikselin həcmi 10 bit olmuş olur. Onda məndə Q2 bərabərdir. Əgər mən piksellərin sayını dəyişmirəmsə, təsvirin piksel sayını dəyişmirəmsə, ikinci halda həcm 10 vurulsun, A vurulsun, B olur. Və deyir ki, təsvirin həcmi 42 kilobayt azalır. Onda bunlar arasındakı fərqə baxıram. 24 AB çıxılsın 10 AB. Mən burada həcmi piksellə götürmüşəm deyə, daha doğrusu bitlə götürmüşəm deyə, üzr istəyirəm. Həcmi bitlə götürmüşəm deyə bu 42 kilobaytı da 42 vurulsun 2 üstü 13 kimi bitə çevirirəm. Yəni kilobaytı 2 üstü 13'ə vurmaqla bitə çevirdim. İndi baxaq burada. Aldım 14 AB bərabərdir 42 vurulsun 2 üstü 13. Buradan da AB məndə piksellərin sayıdır da 42 vurulsun 2 üstü 13'ü bölərəm 14'ə. 42 ilə 14 ixtisar getsə nə qalır? 3 vur 2 üstü 13. Variantlara baxıram. Bunu A variantı götürə bilərəm. 6 vur 2 üstü 12 kimi yaza bilərəm. Burada da sualımızın cavabı olacaq A variantı. Bu da 62-ci sualımızın izahı idi. Sonra gəldik, baxdıq. Növbəti sualda bizə nə deyir? Mətn redaktorunda robotexnika sözündə Y hərfindən dərhal əvvəldədir kursor. Yəni, baba, buradadır kursorumuz. Deyir ki, kursorun mövqeyini nəzərə alaraq verilmiş əmrləri ardıcıl icra etdikdən sonra hansı simvollar ardıcıllığı alınır? Birinci, delete 3 dəfə sıxılıbdır. Delete neyinir? Kursordan sağı silir. Kursordan sağa silinmə aparasıdır. Deməli, 3 dəfə. 1, 2, 3. E, X, N hərflərini sildi. İkinci nə deyir? Backspace. Backspace düyməsi nə deyirdi? Deyirdi ki, sola doğru sil. Deməli, buradan da sol tərəfə doğru E-dən əvvəldə isə T silindi, O silindi, T silindi, O silindi, T, O, T, O. Bu hissələr silindi. İndi bizdə nə qalıb? Rob və İK hissələri qalıb. Rob və İK hissələri. Və bizdə kursor hal-hazırda silinib gəlib B-nin yanında dayanıb. İndi deyir ki, bax, bu sağ ox düyməsidir. Sağ ox düyməsi 3 dəfə sıxılsa, kursor bu hissədən gəlib 1, 2, 3 simvol. Baba gəlib dayanacaq burada A-nın axırında. Və deyir backspace düyməsi 3 dəfə. Backspace sola silirdi deyə yenə 3 dənə simvol silinəcək. Və kursor gəlib dayanacaq bu robdan sonra. Home bir dəfə. Home kursoru sətrin əvvəlinə aparır deyə kursoru buradan siləsiz gətirib qoyasınız sətrin əvvəlinə və delete 2 dəfə delete-də sağı silirdi deyə. R ilə onu siləcək. Burada nə qalacaq? Bir dənə B qalacaq. Burada da cavabımız olacaq A variantı, yəni B. İndi gəldik, baxdıq növbəti suala. 64-cü sualda görək bizə nə deyir? Aha, cədvəldə sorğular və axtarış nəticəsində internetdə tapılmış səhifələrin sayı verilmişdir. Cədvəldəki verilənlərə əsasən qələm, ənd, dəftər, ənd, kitab sorğusunun nəticəsini gəlin tapaq. Deməli, biz baxsaq burada
Venn diaqramı ilə. Venn diaqramını çəksək, bu bizim olsun G qələm, sonra burada olsun D dəftər, burada da olsun K, burada K deyirəm kitab. İndi gəldik baxdıq. Bunların hamısının birləşməsi 920-dir. Hə, burada parametrlərimiz biraz azdır. Deməli, kitabla dəftərin, bura baxıram, 730-dur. Amma kitabla dəftərin cəmi mənə nə veribdir? 800 veribdir də. Deməli, bunların kitabla dəftərin kəsişməsi nə olacaq? 70 olacaq da. Bura bütövlükdə kitab bura bir x desəm, elə bir bura olmalıdır 70 çıxaq x. Çünki bunların ikisinin cəmi 70 olmalıdır. Kitabla dəftərdə. Sonra baxıram dəftərlə qələmə. Dəftərlə qələm 760-dır, amma dəftərlə qələmin cəmi 900-dür. 900-dən də 760-ın çıxanda 140 qalır. Elə bir bax bu hissədə 140 çıxaq x olacaq. 140 çıxaq x. Yəni baba buradakı hissə. İndi mən qələmlə kitab haqqında mənə heç nə deməyibdi. Mən buna riyazi yanaşaram ancaq. Çoxluqlarda bizim düsturumuz var idi. Üç çoxluğun elementlərinin cəmi çıxılsın onların ikili kəsişmələri, üstəgəl üçlü birləşmə bərabərdir çoxluğun ümumi birləşməsi. Yəni mən buradan deyərəm ki, qələm, üstəgələk dəftər, üstəgələk kitab. Bu düsturda n ilə yazılır da, yəni elementlərinin sayına görə. Qələm, dəftər, kitab. Çıxılsın, çıxılsın, çıxılsın. Qələmlə dəftərin kəsişməsi, sonra çıxılsın. Qələmlə kitabın kəsişməsi, sonra bir də çıxılsın dəftərlə kitabın kəsişməsi və üstəgələk bunların üçünün kəsişməsi. Qələm, kəsişmə, dəftər, kəsişmə, kitab. Bu da bərabər olacaq nəyə? Bunların üçünün birləşməsinə. Yəni qələm birləşmə, dəftər, birləşmə, kitab. Əgər riyazi nöqteyi nəzərdən səhv eləməmişiksə, gələk qiymətləri yerinə qoyaq. Qələm, dəftər, kitab. Bunların cəmi bizə nə verir? 400, 500, 900, 300, 1000, 200. İndi baxaq. Qələmlə dəftərin kəsişməsi 140 çıxaq x-lə x-i toplasaq, bu bizə verəcək 140. Qələmlə kitabın kəsişməsini bilmirəm. Qələmlə kitabın kəsişməsini bilmirəm. Bura bir y desəm, qələmlə kitabın kəsişməsi x plus y olar da. X üstəgələk y və bir də x üstəgələk y və bir də çıxılsın dəftərlə kitabın kəsişməsi də x-dən 70 çıxıq x-in cəmi, bu da 70 eləyər. Çıxılsın 70 üstəgələk qələm kəsişmə, dəftər kəsişmə kitabı da bu da x-dir. Burada bir x yazsaq, bunların birləşməsi də mənə nə verib? 920 verib də, bərabər eləyirəm 920-yə. İndi buradan nə alırıq? 1200, 140, 70. Bu eləyir 210. 1200-dən 210 çıxanda burada qalır 990. 990. Çıxılsın. Çıxılsın. X plus Y. Yəni bu nədir? Qələmlə kitabın kəsişməsi. Bunu açsaq, çıxaq X üstəgələk Y. Daha doğrusu üstəgələk Y yox. Çıxaq X, çıxaq Y. Çıxaq X, çıxaq Y. Bir də üstəgələk x bərabərdir 920-dirsə, onda mən buradan x-lərim getsə, onda mən alıram 990, çıxılsın y bərabərdir 920-yə, onda buradan y-ə tapıram 70. Deməli, bu 70, buradakı y-in qiymətidir. Mən gəldim, bura tapdım 70. İndi, gələk baxaq, biz nəyi tapmalıyıq? Bunların üçünün kəsişməsini tapmalıyıq da, x-i tapmalıyıq. Bunu da nətər tapa bilərik? Biz elə bir, bizə lazımdır. Buradan gətirib y-ə 70 qoysaq yerinə, yenə x-lər bir-birini götürəcək. Buradan biz bir şey ala bilmirik. Bizdən nə istəyir? Üçünün kəsişməsini. Biz x-i tapmalıyıq da. Onu da nətər tapa bilərik? 70 üstəgələk x desək, 70 çıxı x üstəgələk x yenə onlar bir-birini götürür.
Hə, deməli belə. Bu sualı hələ ki saxlayıram. Ee, Buna axırda qayıdıb bir də baxacağam 64-cü sualda. Deməli 65-ci suala baxırıq. ASCII əlifbasında kodlaşdırılmış mətn digər əlifbada kodlaşdırıldıqda informasiya həcmi 50% azalmışdır. Ee, Deməli, əgər yadınızda saxlayın, simvol sayı dəyişməyibsə, deməli, bir simvolun həcmin e, 2 dəfə 50% azalma nə deməkdir? 50% azalma 2 dəfə azalma deməkdir də. 2 dəfə azalmışdır. Elə birinci halda məsələn e, biz ASCII standartındayıq, ASCII standartındayıq. İkinci halda da misal üçün mən n bərabərdir 2 üstü i deyə bir əlifbadayam. Burada simvolumun həcmi 8 bitdi. Burada simvolumun həcmi i bitdi. Mən bundan buna keçid eləyəndə 50% azalıbdır. Yəni hər simvolun həcmi 2 dəfə azalmalıdır ki, ümumi informasiyanın həcmində 2 dəfə azalmış olsun. Deməli, buradan gəlib desəm ki, 8 bölünsün i bərabərdir 2-yə. Çünki bu dəfə azalır da 50% azalanda. Buradan i bərabərdir 4 deyərəm. Yəni mənim bir simvolumun həcmi 4 bit olmalıdır. Onda bu əlifbanın gücü 2 üstü i, yəni 2 üstü 4. Bu da bizə nə verər? 16 verər. Burada sualımızın cavabı bizdə olar A variantı 65-ci sualda. Sonra gəldik, baxdıq. 66 nə deyir bizə? Web səhifəyə qrafik fail HTML kodu verilibdir. Deməli deyir ki, düzgün kodu müəyyən edin. Bu link əlavə eləmək üçündür. Image tagi SRC atributu ilə işləyir. Burada image yazılmalıdır. Image yazılıb. Image tagi SRC atributu ilə işləyir. Burada cavabımız yenə də olasıdır. 66-cı sualda A variantı. Sonra gəldik, baxdıq 67-ci suala. Deməli, elektron cədvəldə C1, C4 diapazonu əsasında bu indi burada bu B1 baxın bu şəkildədir. Yəni buradakı 1-5 qiymətləri B1, B2 xanasının qiymətləridir. İndi mən bura bir X, burada bir Y desəm, indi belə eləyək. C1 xanasının qiyməti nədir? C1 xanasının qiyməti B2 çıxaq B1-dir. B2 çıxaq, yəni 5 çıx 1, C1 mənə verəcək 4. Onda C2 xanasının qiymətinə baxıram. A2-nin qiyməti Y-dir. Y üstəgələk B2 vuraq 3. B2 5-dirsə, 5-i 3-ə vuranda 15 üstəgələk Y verəcək mənə. Sonra gəldim, baxdım. A1 üstəgəl B1 üstəgəl 2. A1 üstəgəl B1 üstəgəl 2-ni hesablasaq, A1-in qiyməti X-dir. B1 ilə B2-nin də cəmi 6-dır. Deməli, C3-ün qiyməti olacaq 6 üstəgələk X və gəldik, baxdıq. C4-ün qiyməti nə olacaq? A2 çıxılsın. Yəni A2 nədir? Y çıxılsın B1, Y çıxaq 1 üstəgələk X. Yəni bunu X üstəgələk Y çıxaq 1 kimi də yaza bilərəm də. İndi burada mənə bir diaqram veribdir. Bu diaqram bu C1, C2, C3, C4 xanalarının əsasında qurulubdursa, onda mən burada deməli və A1 ilə də A2-nin qiymətləri tam ədədlərdir də bizdə. Şimdi mən burada şərti olaraq düşünürəm ki, burada ən kiçik qiyməti 4 qəbul edəsəm, ən kiçik faiz 10%dir. Deyirəm ki, 10% 4 olan ədəd 40-dır. Bunların cəmin, əgər mən 40 götürsəm, onda bu 50% olan hissə 20 olacaq. 40-ın 22,5% nə eləyir? 40-ı 22,5-ə vurub 100-ə bölsək, bu yəqin ki 9 eləyər. Bunda 9, 4 cəmi 20 verməlidir də. 9, 13, burada 7 verəcək bizə. Deməli, indi gəlin baxaq. Təbii ki, burada 20 nə ola bilər? 20, 15 üstəgələk Y 20 verə bilər də mənə. Çünki bu, belə deyək də, 15-dən böyük bir nəticədir. Bu diaqramda ən böyük nəticə 20-dir. Onda mən bura gəlib Y-ə 5 verməliyəm. Y-ə 5 verməliyəm. Y-ə 5 verdim ki, mənə 20 versin. Onda C3-ün qiyməti C3 ilə C4 qalıbdır. Biri 9-dur, biri 7-dir. İndi mən məsələn, bura X-ə bunu 9 qəbul eləsəm, onda X gərək 3 olsun. Onda bu qiymətləri qoyaq yerinə görək, biz 7-ni alırıq. X-in yerinə 3, Y-in də yerinə 5 qoyanda 8, 8-dən də 1 çıxanda 7 aldıq.
Məndən A1 və A2 xanaları elə x plus y istəyirdi. Bu da 3 plus 5. Burada da cavabım, bu nədir? Hamısı A variantı gedir. Burada da cavabım 8 olasıdır. Deməli, gəldik, baxdıq. Sonra növbəti sualda nə deyir bizə? Növbəti sualda deyir ki, aha, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, burada T bərabərdir ln f o 2025-dir. X bərabərdir, boş bir sətirdir. H P sətrinə müraciət edib for dövrü ilə və deyir ki, bizim H elementimiz A-nın, kiçik A-nın kiçik Z-in arasındadırsa, H üstəgəl 1 üstəgəl X. Yəni, mən bu T sətrinin içərisində A-nın Z-in arasında hərflər görəndə bu X-in üzərinə bunları əlavə eləməliyəm. X də boş sətirdir. Onda bu böyük L hərfi A-nın Z-in arasında deyil deyə mən bu əməliyyatı icra eləməyəcəm. N A-nın Z-in arasındadır deyə, yəni H-ın qiyməti N olanda X bərabər olacaq N üstəgələk N üstəgələk 1 üstəgələk, bu da boş bir sətirdir. Yəni X-in qiyməti bərabər olacaq N1 deyə, N1 deyə bir sətrə. Sonra F A-nın Z-in arasında deyə, yenə bu dəfə H-ın qiyməti F-dir. X bərabər olacaq F üstəgələk 1 üstəgələk. İndi X-in qiymətinə N1 almışam deyə üstəgələk N1 deyəsiyəm. Burada da X-in qiyməti bu konkatensiyadır da, sətirlərin toplanmasıdır. F1, N1 olacaq. Sətirlər yanaşı yazılacaq. Və bir də O da A-nın Z-in arasında deyə H-ın qiyməti bərabər olacaq bu dəfə O-ya. H-ın qiyməti bərabər olacaq O-ya. Üzərinə 1 əlavə eləyəcək və bir də üzərinə X-in qiymətini, yəni bu F1 N1-ə əlavə eləyəcək. Onda bu da olacaq O1 F1 N1. Bax, belə bir nəticə alasıyıq. Aha, bu da bizdə olacaq Y variantında. Bu da oldu növbəti sualımızın izahı. Sonra gəldik, baxdıq 69-cu suala. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Nə deyir burada bizə? HS, NS, NS, NS bir sətirdir, nəysə o bir sətirdir. S bərabərdir S-ə, T bərabərdir 0-a, N count S fərqlidir 0-dan. Deməli, belə. Burada N count S bu şərt həmişə bura müraciət edib S-ləri saysa, bu sonsuz dövr eləyəcək. Baxın, belə bir sualı OTK keçən səfər də salmışdı. Lenlə bağlı sual dəqiq yadımda deyil. Yəni, burada, baxın, görürsünüz, bunu dırnaq içərisində verməyibdir sizə. Yəni, bu S sizə dırnaq içərisində verilməyib deyə, hər dəfə sizdə buradakı S-ləri sayacaq. Buradakı S-ləri sayacaq. İndi gəldik, baxdıq. Nədir məsələmiz? Burada biraz diqqətli olmaq lazımdır. O qədər də asan sual deyil bu. Yəni, şagirddən diqqət tələb edən sualdır. Deməli, birinci, mən gəldim. N-dəki count S. İndi count S. S nədir? Dırnaq içərisində S-dir də. Yəni, S-dəki n.count N-dəki S-ləri sayı deyir. Yəni, bunu S dəyişəndə qiyməti S-dir deyə, yəni bu əslində N-dəki S-ləri sayır, amma S-in vasitəsi ilə sayır. Bunun bu hissəsi biraz mürəkkəbdir. Elə bu başa düşülmə burada çətindir. Birinci N-imizin qiyməti neçə dənə S var burada? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Aha. Birinci halda biz bu şərt yoxlanacaq. 13 fərqlidir 0-dan. Bəli, 13 0-dan fərqlidir. S-in üstünə S gələcək. İndi baxın, S dırnaq içərisində S deyil. S-in bu dəfəki qiyməti bərabər olacaq 2 dənə S-ə. Çünki bu S-in üstünə bir dənə S də gələcək və T-ni 2 artıracaq, T-nin qiyməti olacaq 2. Təzədən qayıdıb dövrə. İndi baxın, n.count S. Bu dəfə bilirsiniz nə istəyir burada sizdən? S-i. Amma siz bu dəfə ikili S-ləri saymalısınız. N-in içərisində neçə dənə ikili S var? Onları gəlib sayırsınız. Onda burada da gələsiniz, indi ikili S-ləri sayırsınız. Çünki S-in qiyməti 2S baxır. Yəni, buradakı S, bu N-in içindəki S-ləri saymırsınız. Bu S sətrinin içərisindəki 2 dənə S-ləri sayırsınız. Deməli, baxın, bir dənəsi var burada, sonra ikisi var.
Yəni ancaq 2 S-lər. 3 dənə var. İndi bu dəfə də aldıq 3 fərqlidir 0. 3 fərqlidir 0. 3 fərqlidir 0 olanda S-in üstünə yenə S gələcək. S 2 dənə S idi. Bu dəfə olacaq S bərabərdir. 2 dənə S-in üstünə 1 dənə S gələsidir. 3 dənə S verəsidir və T-ni 2 artırasıdır. T-nin qiyməti olasıdır 4. İndi baxın. Təzdən yenə dövrə qaydanda n count S. Bu dəfə n-in içərisindəki üçlü S-ləri sayır. İndi gəlin baxaq. N-in içərisində üçlü S-lərin sayı, üçlü S-lərin sayı. Deyə baba buradadır da. Bu ikilidir, bu ikilidir, bu üçlü S-dir. Bir dənə var. Bu dəfə bir fərqlidir, sıfırdan deyir sizə. Deyəsiniz ki, hə. S-in üstünə yenə S gələsidir. S-in üstünə S gələndə bu dəfə S-in qiyməti olasıdır 4 dənə S. 4 dənə S. Və gəlib burada T-ni 2 artırasıdır. T-nin qiyməti olasıdır 6. İndi növbət dəfə n count S deyəndə n-in içərisində 4-lü S sayacaq. N-in içərisində 4-lü S-də bir dənə var deyə, burada yenə bir dənə 4-lü S var deyə və bir fərqlidir 0 şərti ödənir deyə yenə T-nin üstü S-i S artıracaq. S-in qiyməti olasıdır artıq. S-in qiyməti olasıdır artıq 5 dənə S. 5 dənə S ardıcıl. Və T-nin də qiyməti 2 artıracaq olacaq 8. Və artıq n count S deyəndə n-in içərisində ardıcıl gələn 5 dənə S-ləri saymalıdır. Və n-in içərisində ardıcıl 5 dənə S yoxdur deyə bunun nəticəsi 0 verəcək. 0 fərqlidir, 0 şərti ödənmədiyinə görə print T. T-ni çıxışa verəcək. T-yə son qiymət 8 almışam deyə. Burada da sualımın cavabı B variantı 8 olacaq. Bu biraz ağır sual idi fikrimcə. Ola bilər ki, kimsə bunu səhv eləyə bilər. Yəni, abituriyentlərin bəziləri diqqətsizlik eləsə, burada səhv eləmiş olacaqlar. Amma yəqin ki, bunu doğru yazan abituriyentlər də olacaq. İndi gəldik, baxdıq 70-ci suala. Nə deyir? 8-lik say sistemində rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəmli ədədlə 16-lıq say sistemində rəqəmləri eyni olan ən kiçik 4 rəqəmli ədədin cəminin ikilik say sistemindəki təsvirində 0 və 1 simvollarının saylarının cəmini müəyyən edin. Baxın, nə deyir bizə? 8-lik say sistemində rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəmli ədədlə, rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli ədədlə 16-lıq say sistemində rəqəmləri eyni olan ən kiçik 4 rəqəmli ədədin cəmi. 16-lıq say sistemində ən kiçik 4 rəqəmli rəqəmləri eyni biz 1, 1, 1, 1 yaza bilərik 16-lıqda. Deməli, deyir ki, cəminin ikilik say sistemində təsvirində bunların cəminin ikilik təsvirləsə, ikilikdə cəmləsək bunları. Bu olacaq 1, 1, 1, 1, 1, 0, 1, 0, 1. Bu da nə olacaq? Bu da olacaq, deməli, 1. Bu olacaq, sonraki 1, 0, 0, 1. Sonra yenə 3 dənə 0, 1. Sonra yenə 3 dənə 0, 1. Elə buradakı sıfırların birlərinin sayını istəyirsə, bunu ən böyük neçə rəqəmlidir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. 13 rəqəmli ədədlə 9 rəqəmli ədədi toplasaq, nəticə ilə 13 rəqəmli ədəd verəsidir deyə, sıfırlarla birlərində cəmi ilə sizə 13 verər. Daha heç bunun nəticəsinə baxmıram. Burada cavabımız D variantı olacaq. Yəni, mən bununla bunu toplasam, sıfırları birləri cəmləsəm, bu ədədin rəqəmlərinin sayı qədər verər də mənə. Yəni, bir də bunu toplamağın mənası yoxdur. Bu da oldu 70-ci sualın izahı, cavabımız D variantı. Baxırıq, 71-ci sualda nə deyir bizə? Giriş qurğularını tapın. Tapaq giriş qurğuların. Nə olacaq? Siçan olacaq, klaviatura olacaq, kamer olacaq. 1, 2, 6 harada var? B variantında var. Bu da olur 76-cı sualımızın izahı. Sonra gəldik, baxdıq 71-ci sual idi, bu üzr istəyirəm. Sonra baxırıq 72-ci suala. HTML dilində atribut. Var tag, var atribut. Ref A taginin içərisində yazılan atributdur. SRC image taginin içərisində yazılan atributdur. Body özü müstəqil tagdir. Image özü tagdir. Head tagdir. Bu alt da image taginin içərisində yazılan atributdur. Burada cavabımız nə olur? 1, 3, 6. Cavabımız da nə olasıdır? Y variantı. Sonra gəldik, baxdıq 73-cü sualda görək bizə nə deyir. 4 dost, Vidadi, Ramil, Mehman və Rəhim 4 müxtəlif ölkə, Ərəbistan, Yaponiya, Amerika, Türkiyəyə gedirlər. Deməli, deyir ki, uçuş zamanına görə ardıcıllıq belədir. Deməli, əvvəlcə Türkiyədir. Daha sonra Amerikadır.
Amerika, daha sonra Ərəbistandır və ən sonda da Yaponiyadır. Yaponiya. Deməli bizə nə deyir? Deyir ki, Vidadi Ramildən öncə Mehman Yaponiyaya bilet alıb. Deməli Mehman sonuncu gedəcək. Mehman sonuncu gedəcək. Vidadi Ramildən daha öncə uçacaq. Vidadi ən erkən uçacaq. Deməli Vidadi Türkiyəyə gedəcək. Ən erkən deyirsə birinci Türkiyədə ardıcıllıqda. Ramil Rəhimin uçduğu təyyarədən dərhal sonra. Deməli Ramil Rəhimdən dərhal sonra. Deməli Rəhim Amerikaya, Ramil də Ərəbistana gedəcək. Yox, qurtardı getdi. Ramilin hansı ölkəyə bilet aldığını soruşur bizdən. Deməli Ramil də nə deyirik? Deyirik ki, Ramil də Ərəbistana bilet alıbdır. Burada da sualımızın cavabı D variantı Ərəbistan olar. Bu da oldu növbət sualımızın izahı. Keçdik baxdıq görək 74-də bizə nə deyir? Deyir ki, ifadə Sezar üsulu ilə şifrələnibdir. Şifrə, deməli gələk baxaq. Buradan Yusif yazsaq, Yusif yazsaq. Yusifin şifrəsi nədir? B, X, V, L idi də. Deməli, Y, B ilə şifrələnibsə 1, 2, 3. Özündən sonra gələn üçüncü hərflə əvəzlənib. Açarımız 3-dürsə, onda U-nu da saysaz, U-dan 1, 2, 3. Sonra S-nı da saysaz 1, 2, 3 V-ya düşür. İ-ni saysaz 1, 2, 3 L-ya düşür. F-nı da saysaz 1, 2, 3 İ-yə düşür. Deməli, açarımız 3-dür. İndi bizə deyir ki, açarı müəyyən edib bu ifadəni deşifrə edin. Onda biz 3 simvol geri ilə işləməliyik. Deməli, U-dan 3 simvol geriyə 1, 2, 3 R-ya düşür. R-ya, R-ya. Sonra D-dan 3 simvol geriyə saysaq 1, 2, 3 A-ya düşəsidir. P-dən 3 simvol geriyə M-ə düşəsidir. L-dən 3 simvol geriyə İ-yə düşəsidir. Və oradan da 3 simvol deməli irəliyə elə düşəsidir. Deməli burada deşifrə eləsək burada alınır Ramil ifadəsi. Bu da olur 74-cü sualımızın izahı. Gəldik baxdıq 75-ci sualda nə deyir bizə? Deyir ki A2 xanasındakı düstur A1 xanasına A1 xanası yox. Bir də oxuyum. B1 xanasındakı düstur A2 xanasına, A1 xanasındakı düstur B2 xanasına köçürüldükdən sonra sum A1 S2-ni hesablayın. Deməli, burada nə edirik? Biz A1-dəki düsturu B2-yə sürüşdürsək, burada bizim sütunumuz, yəni hərfimiz 1 artır, sətrimizdə 1 artır. Rəqəm də plus 1. Onda bizdə A1 xanasında düstur verilibsə bərabərdir B1 üstəgələk B dollar 2 şəklində. Bu B2 xanasına sürüşəndə hərfimiz 1 artmalıdır. Olacaq hərfimiz 1, A1-dən B2-yə rəqəmimizdə 1 artır. Bu olur S2, hərfi 1 artırdıq, rəqəmi 1 artırdıq. Burada da hərf nisbidir, 1 artırırıq S dollar 2 şəklində. İndi bir də deyir ki, B1 xanasındakı düstur A2 xanasına köçürüldü. Mən B1-dən A2-yə sürüşdürmək eləsəm, məndə hərfdə 1 geriyə gedirəm, hərf minus 1. Amma sətirdə, yəni rəqəmdə plus 1 deyirəm. İndi mənim B1-dən A2-yə. Mən nəsə səhv yazdım. Yox, B1-dəki düsturumuz budur. Düz yazmışıq. B1-dəki düsturumuz nədir? B1-dəki düsturumuz bərabərdir dollar S1 çıxılsın S dollar 2 şəklindədir. İndi mən bunu A2-yə sürüşdürmə eləyəndə bu olacaq. Hərfdə minus 1 deməliyəm. Bu olacaq. Dollar var, bu dəyişmir. Dollar S, rəqəmi də 1 artırıram 2. Və buradan da S-dən bu nisbidir deyə hərfi biraz aldıram. B, dollar 2 şəklində düstur alınır. İndi mən bunları gəlib hesablayıram. Birinci B2-ni hesablayasıyam. B2-nin qiyməti nə olacaq? S2 üstəgəl S2. S2 3-dürsə B2-nin qiyməti 3 üstəgəl 3. Yəni burada belədir də bu bölünmə. Belə baxaq. B2-nin qiyməti S2 üstəgəl S2-dir deyə bura olacaq 6. Sonra bura 6 tapdıq. İndi B1-in qiyməti də S1 çıxaq S2-dir. Yəni 7 çıxaq 3 bura olacaq 4. Onda A2-nin qiyməti S2 çıx B2-dir. A2-nin qiyməti S2, yəni 3 çıxaq B2. Bura olacaq mənfi 3. Və A1-in də qiyməti hardadır? B1 üstəgəl B2-dir. Bu da B1 üstəgəl B2-də bizə 10 verir. Buradan 10, 10.
20, 30, 30'dan da 3 çıxsaq, burada da cavabımız A variantı 27 olar. Bu da 75-ci sualımızın izahı. Sonra gəldik, baxdıq. Bunları sildim. 76. Tətbiqi proqram təminatına aid deyil. Notepad tətbiqidir. Yukon nəzəriyyələrdə yoxdur. Yukonu siz verilənlər bazasının əvvəllərində ikinci ya üçüncü sual olmalıdır. Orada tətbiqi proqram verilənlər bazasına aid tətbiqi proqramdır. Access verilənlər bazası tətbiqi proqramdır. Excel tətbiqi proqramdır. Logo nədir? İnstrumental proqramdır. Proqramlaşdırma dillərinə aid bir proqramdır. Ona görə 70 neçənci sual idi bu? 76-cı sualımızın cavabı olacaq logo. Sonra gəldik, baxdıq 77-ci sualda bizə nə veribdir? 77-ci sualda proqramlaşdırma dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Bizə bir alt proqram veribdir. Deməli, bu alt proqrama baxırıq. Bu alt proqramda M5K8 və yeni funksiyasına müraciət edir bu qiymətlə. M-in yerində 5, K-nın yerində 8 var. Yeni 5, 8-i hesablamalıdır. Yəni, mən 5 ilə 8-i gətirib burada X-in, Y-in yerinə qoyuram. İndi mən X-i hesablayanda X nəyə bərabərdir? X-də F funksiyasına müraciət edir. F5 çıxılsın, F5 çıxılsın. 5-in 10-a bölünməsindən alınan qalıq. İndi mən burada F5-i hesablasam, bu da bizə nəyi qaytarır? A bərabərdir A vur 3. 5-i 3-ə vuracaq da, bu bizə qaytaracaq 15. Deməli, F5 funksiyası 15-dir. 5-in də 10-a bölünməsindən alınan qalıq elə 5-dir. Deməli, mən X-ə gəlib alacam 10. İndi gəlib buradan Y hesablayasıyam. Y də bərabərdir F8. Onda mən F8-i hesablasam, bu da 8 vuruş deməkdir. Mənə 24 qaytarasıdır. Deməli, F8 çıxılsın. 8-in 10-a bölünməsindən alınan tam hissənin 10-a bölünməsindən alınan qalıq. F8 24'dür. 24'dən çıxıram. 8-in 10-a bölünməsindən alınan tam hissə 0'dır. 0'ın da 10-a bölünməsindən alınan qalıq 0'dır da. Bu elə mənə 24 verəcək. Onda return x plus y, yəni 24 ilə 10'u cəmləyib burada gəlib nə alacam? 34 alacam. Bu da burada B variantında sizə verilib. Bu da olur 77-ci sualımızın izahı. Nəticəsi də nə oldu? 34 oldu. İndi gəldik, baxdıq. 74 deyildi, 77 idi. Mən arada nəsə rəqəmlərdə çağırıram. Deməli, belə 78-ə baxırıq. 78-də bizə nə veribdir? 78-də deyir ki, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin, müəyyənləşdirək. Deməli, text bərabərdir informatika 2029, x bərabərdir 0, s bərabərdir boş bir sətir. Text sətrinə müraciət eləyir. i 0-dan 9 arasında 0-dan böyük, 9-dan kiçik olanda həmin rəqəmləri cəmləyəcək. Əks halda i-ni 3-ə vuracaq və ən sonunda x vurulsun s-dəki i-lərin sayı. Deməli, belə. Birinci gəlin bura baxaq. Mən tekstin i-nin aldığı qiymətlər bu tekst sətrinin simvolları olacaq da. Baxın, i haçan ki rəqəm olacaq, o rəqəmi yoxlayacaq. 2029. Yəni deyir ki, i 0-dan 9 arasında olanda, yəni söhbət bu ikilərdən gedir də. Çünki 0 olanda bu əməliyyat icra olunmayacaq. 0-dan böyük istəyir. 9 olanda əməliyyat icra olunmayacaq. 9-dan kiçik istəyir. Qalan hallarda x rəqəm olduqda həmin rəqəmləri x-in üstünə əlavə eləyəcək. Yəni x 0-dırsa, bu 2-yə gəlib çatanda x-in üstünə 2-ni əlavə eləyəcək. Int i. Bir də bu 2-yə gəlib çatanda bir də bu 2-ni əlavə eləyəcək. X-in qiyməti olacaq 4. İndi baxın, qalan hallarda nə edir? Qalan hallarda s-in üzərinə i-nin 3 mislin gəlir. Yəni, qalan hallarda i-miz bizim hərflərdir də. Hərflər olanda, hərfi ədədə vuranda hərfi təkrarlayır. İndi baxın, məndə elə bir qalan hallarda s nə olacaq? S bərabərdir, s üstə gələk. i-nin birinci qiyməti i-dir, 3 dənə i olacaq. Sonra i-nin ikinci qiyməti n-dır, ardınca bunun üstünə 3 dənə n gələcək. Sonra təzlərindən f-dır, 3 dənə f gələcək. Başa düşdünüz? Hər dəfə i-ni 3 dəfə təkrarlayıb s-in üzərinə əlavə eləyəcək. İndi gəlin baxaq. Yəni, hər hərfdən 3 dənə götürəcək. İndi gəlin görək, çıxışda bizə nə deyir? Deyir, print x vurulsun, yəni 4 vurulsun. S-dəki count i-lərin sayı. Count i. Yəni, s sətrində, indi baxın, s-də bir dənə i burada var, bir dənə i burada var. Bunların hər birini 3 dəfə təkrarlayanda, ümumilikdə 6 dəfə təkrarlamış olur da. Yəni, s count i-nin nəticəsi
Burada tekstin içərisində 2 dənə A var, 2 dənə i var deyə bu i'lər ümumilikdə 6 dəfə təkrarlanmış olacaq s-in içərisində. X-in qiyməti 4, 4-ü də 6-ya vuranda bura gəlib nəticəyə alasıyıq 24. Bu da olur 78-ci sualımızın izahı. 24 də elə bizdə A variantında burada verilibdir bizə. Burada sualımızın cavabı olacaq 24. İndi gəldik, baxdıq 79-cu sualda bizə nə deyir? 79-cu sualda deyir ki, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Aha, nə edib burada? KH, BH, SH, HH, MH bir B siyahısı veribdir. Deməli, bu B siyahısının içərisində nə deyir? Deyir ki, for i in range 0-dan len b-yə qədər. Yəni, deyir ki, i-nin aldığı qiymətlər, qələmimiz yaxşı deyil, elə bununla davam eləyək. Burada i-nin aldığı qiymətlər 0-dan len b 5-dirsə, i alacaq 0, 1, 2, 3, 4. Aha. Deyir ki, if b-dəki count h 1-dən böyük bərabərdirsə, s bir vahid artır. Yəni, bu siyahının elementlərinin içərisində h-ın sayı birdən çoxdursa, s bir vahid artıracaq. Bunların da hamısının içərisində ən az bir dənə h olduğuna görə, deməli, s ümumilikdə s-in üzərində 5 element var deyə 5 dəfə 1 gələcək. Çünki hamısının içərisində, bütün elementlərin içərisində ən az bir dənə h var. Yəni, böyük bərabər bir şərti həmişə ödənəcək. S-ə gəlib alacaq 5. Bura qədər aydın. Sonra nə deyir? Deyir ki, t h.join b birləşdir h-a nəzərən. Deyir ki, B siyahısın elə bir T bərabərdir. Deməli, bu nədir? Join B, B-ni birləşdir T-də. Elə bizdə bir T sətri yaranacaq. T sətrində bu elementlərin arasına H qoyub birləşdirəcək. Məsələn, KH deyil. KH-ın yanına bir dənə H yazacaq. Ardınca gələcək BH deyil. BH-ın yanına bir dənə H yazacaq. SH-ın yanına bir dənə H yazacaq. Ardınca 2 dənə H, bunun yanına bir dənə H yazacaq. Sonra da MH yazacaq. Yəni, T-yə belə bir sətr alacaq. İndi deyir ki, T vuraq S. T vuraq S nədir? S-ə nə tapmışıq? 5. Deməli, bunu 5 dəfə təkrarlayacaq və sonra T-dəki H-ların sayını istəyir bizdən. Onda biz elə bunları burada bəri başdan sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bura MH-ın sonuna bir dənə də H əlavə olunmalıdır da, yəqin ki. Bircə dəqiqə bir də sayım. 1, 2, 3, 4, 5, 6, 7, 8. MH-ın sonuna da H əlavə olunmalıdır. Deməli, hər birinin sonuna əlavə eləyəcək də. Deməli, burada onda bu 10 dənə H varsa, 5 dəfə təkrarlananda heç nə də elə bir bunu mən belə baxmalıyam. Elə bilin ki, bu T count H, buradakı H-ları saysan, bunların sayı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. S-ə də vuranda, 5-i 10-a vuranda 50 dənə. Yəni, burada 50 dənə H olmalıdır. Ən sonda. Çünki əvvəlcə vurub, sonra H-ları istəyir. 5, 10-a vuranda 50 eləyir də. Elə bu 79-cu sualda cavabımız 50 olar. Bu da maraqlı sual idi. Deməli, burada cavabımız Y variantı. Sonra gəldik, baxdıq növbəti suala. Növbəti sualda görək bizə nə deyir. Deməli, bu 79, 80. 80-də nə deyir bizə? Deyir ki, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. M bərabərdir 4, X bərabərdir 1. X-in 2-yə bölünməsindən alınan qalıq 0-dırsa, deməli, burada i-nin aldığı qiymətlər belə olacaq. 0-dan 5-ə qədərdirsə, 0, 1, 2, 3 və 4. Deməli, birinci gəldi. X-in qiyməti 1-dir. 1-in 2-yə bölünməsindən alınan qalıq 0 deyil deyə. Deyəcək ki, X bərabərdir. X çıxaq N. Yəni, burada X, buradan hesablayacaq. X bərabərdir. 1 çıxaq 4, üstə gələk 0. 1 çıxaq X çıxaq N, üstə gələk I. 1 çıxaq 4, üstə gələk 0. Buradan biz gəlib nə alırıq? X-i alırıq. Burada da məsələ maraqlıdır. X aldıq mənfi 3. Tamam. X mənfi 3-dürsə, indi gəlin baxaq. Mənfi 3-ün 2-yə bölünməsindən alınan qalıq nəyə bərabərdir? Mənfi ədədlərdə burada proses bir balaca fərqlidir. Elə bir sual indiyənə qədər ümumiyyətlə qarşıma çıxmayıbdır deyə gəlin biz bir dənə bunu Python'da yoxlayaq.
Sonra yanaşma eləyək. Deməli, belə eləyək. Ə, Buradan gəlib nə eləyək? Yazaq ki, print, birbaşa yazıram. Print, məsələn, -3-ün 2-yə bölünməsindən alınan qalıq. Ram verək, OK deyək. -3-ün 2-yə bölünməsindən alınan qalığa 1 veribdi. Burada deməli, yəni bilirsiniz bunu niyə deyirəm? Ola bilər ki, siz bunu bəsit düşünəsiniz. Mənfi ədədlərdə qalıqlı bölünmənin nəticələri həmişə sizin müsbət ədədlərdə düşündüyünüz kimi olmur. Mən ona görə bunu yoxladım. Bircə dəqiqə qayıdaq testlərimizə. Aha. Bircə dəqiqə bizim testlərimiz hardaydı? Deməli, belə eləyək. Bunun indi gəlin niyəsini düşünək də biz. Deməli, gəlin bunu belə də yoxlayaq. Bircə dəqiqə. Gəlin bunun tam hissəsində yoxlayaq. Tam hissəsində yoxlayaq. Elə bir biz burada belə verək. -3-ün 2-yə bölünməsindən alınan qalıq. Bir də məsələn yoxlayaq. -3-ün 2-yə bölünməsindən alınan tam hissə. Buna ram deyək. Ram verəndə OK versək. Baxın görürsünüz. -3-ün 2-yə -3-ün bircə dəqiqə baxın burada. -3-ün 2-yə bölünməsindən alınan qalıq, -3-ün 2-yə bölünməsindən alınan tam hissə. Normalda bu müsbət 3 olsaydı, 3-ün 2-yə bölünməsindən alınan tam hissəni 1 götürürdünüz. Deməli, indi gəlin bunları təhlil eləyək ki, bu niyə belədir? Deməli, bizə baxın, burada -3-ü 2-yə böləndə, 2-yə tam böləndə bizə nəticəyə verdi -2. -2-ni 2-yə vurdu. Elədi -4. Üstə 1 gəlməlidir ki, -3 alsın da. Siz birinci tam hissəni hesablayıb, sonra qalığı hesablayın. Məntiqi aydın deyilsə, indi qarşımıza yəqin ki, digər nümunələri də çıxacaq. Həmin nümunələrdə biz bunlara baxaq. Deməli, indi gəldik, baxdıq burada. Sualı bir də təzədən başdan izah eləyirəm. Təzədən bir də izah eləyirəm. Gələk, baxaq suallarımıza. Deməli, 80-ci sualdayıq. 80-ci sualda bir də dedik, n bərabərdir 4, x bərabərdir 1, i-nin aldığı qiymətlər 0, 1, 2, 3, 4. i-nin 0 qiyməti ilə girdik dövrə. X-in 2-yə, 1-in 2-yə bölünməsindən alınan qalıq, 1-in 2-yə bölünməsindən alınan qalıq 0 deyil deyə x bərabərdir 1 çıxaq 4, üstəcəlik 0-ı hesabladım. Bura gəldim, aldım -3. İndi gəlin baxaq. X-ə -3 aldığıma görə -3-ün 2-yə bölünməsindən alınan qalıq da 1-ə bərabərdir. 0-a bərabər deyil deyə mən təzədən yenə gəlib yazıram. X bərabərdir. -3 çıxılsın. Prosesdə n-in qiyməti dəyişmir. Ancaq x dəyişir. -3 çıxılsın 4 və üstə gələk. i-nin bu dəfə 1 qiymətindən istifadə eləmişəm deyə i-nin 1 qiymətindən istifadə eləmişəm. Üstə gələk 1. Bu da bizə nə verəsidir? -7 üstə gəl 1, -6. İndi baxın, -6-nın 3-ə, -6-nın 2-yə bölünməsindən alınan tam hissəni hesablasam, -6-nın 2-yə bölünməsindən alınan tam hissəni hesablasam, bu bizə elə -3 verəsidir, -3 verəsidir. Və bunun qalığında 0 qalasıdır. Qalığında, çünki -3 2-yə vuranda -6 verir də. Bunun qalığında 0 qalasıdır. Qalığında 0 qaldığına görə, deməli, gəlib burada nə edəcəyik? Artıq bu if ödəndi deyə, x bərabərdir, -6 üstə gələk 4, bu dəfə çıxaq 2 deyəsiyəm. -6, çünki i-nin 0 qiyməti getdi, 1 qiyməti getdi, indi 2 qiymətini yoxlayıram da. Burada x-ə mən gəlib nə alasıyam? -6-dan, -6 ilə 4-ü toplasam, -6 ilə 4-ü toplasam, -2, -2-dən çıxsam, -4. Elə bir x-ə -3 aldıq, sonra -6 aldıq.
Sonra gəldik mənfi 4 aldıq. İndi i-nin 3 qiyməti ilə düşəsiyəm aşağıya. Mənfi 4-ü, mənfi 4-ü 2-yə bölünməsindən, mənfi 4-ün 2-yə bölünməsindən alınan tam hissə mənfi 2-dir. Mənfi 4-ü də 2-yə qalıqla bölsəm, burada 0 alınacaq. Qalıqla böləndə də 0 alınır. Çünki mənfi 2-ni 2-yə vuranda tam mənfi 4 eləyir. Ona görə mənfi 4-də də bu şərt ödənir deyə. Mənfi 4-də də bu şərt ödənir deyə. Gəlib buradan biz nə deyəsiyik? Gəlib buradan deyəsiyik ki, x bərabərdir. Mənfi 4 üstəgələk 4 çıxaq 3. Və buradan gəlib nə alırıq? Buradan gəlib alırıq. Mənfi 3 alırıq. Mənfi 3 alırıq. X-ə təzədən mənfi 4-dən sonra aldıq mənfi 3. İndi bir də gəlib i-nin 4 qiyməti ilə girirəm dövrə. Mənfi 3-ün 2-yə bölünməsindən alınan qalıq 0 deyil deyə düşürəm aşağıda x-i hesablayıram. Əks halda x bərabərdir mənfi 3 çıxaq 4. Üstə gələk i-nin qiyməti də 4-dür. Çıxaq 4 üstə gələk 4. Yenə alıram mənfi 3. X-ə gəldim mənfi 3 aldım. Artıq dövrə qaydanda i-nin götürməli olduğumuz qiyməti yox deyə dövrdən çıxıram. Print x. X-i çap eləyirəm. X-in də çap olunan qiyməti olacaq mənfi 3. 80-ci sualda da mənfi 3 görək bizə harada verilibdir. Və burada axırda verilibdir. Deyək ki, bu da bizim Y variantımızdır. 80-ci sualda cavabımız Y variantı olar. Nəticəmiz də mənfi 3 olmuş olar. İndi gəldik, baxdıq 81-ci suala. Görək 81-ci sualda bizə nə deyir? Qrafa əsasən dövrlərin sayı ilə A təpəsindən F təpəsinə gedən müxtəlif yolların sayını tapın. Deməli, birinci dövrləri sayaq. A, B, C, Y, D. Bu bir dövrdür. Sonra C, Y, F bir dövrdür. C, Y, F dövrümüz var bizim. Və bir də A, B, C, F, Y, D. Bu da bizim növbəti dövrümüzdür. Desək ki, 3 dənə dövrümüz var. İndi A-dan F-ə gedən yolların sayı, onu da belə yazaram. A-dan B-yə, B-dən C-yə, C-dən F-ə gedərəm. A-dan B-yə, B-dən C-yə, C-dən Y-yə, Y-dən F-ə gedərəm. Daha sonra A-dan D-yə, D-dən Y-yə, Y-dən F-ə gedərəm. Və bir də A-dan D-yə, D-dən Y-yə, Y-dən C-yə, C-dən F-ə gedərəm. Bu da oldu 4 dənə yol. Bunların da cəmi 3 plus 4, bu da bizə verir 7. Elə bu da bizdə A variantındadır. Bu da olur 81-ci sualımızın cavabı, nəticəmiz olacaq 7. Sonra gəldik, baxdıq 82-ci suala. 82-ci sualda Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, nə edibdir burada? Verib ki, 387, 777 və 345. Deməli, x bərabərdir 0. For i in range 0-dan len a-ya qədər. X-in üstünə gəlir a-nin 100-ə bölünməsindən alınan qalığın 10-a bölünməsindən alınan tam hissəni. Yəni, for i in range 0-dan len a-ya qədər, len a 3-dürsə, i-nin aldığı qiymətlər 0-dır, 1-dir, 2-dir. Deməli, gəlir burada. i-nin 0 qiyməti ilə x bərabərdir. X üstə gələk, yəni 0 üstə gələk. İndi a-i a0 deməkdir də, yəni x-in üstünə gəlir. A0 387-nin 100-ə bölünməsindən alınan qalığın 10-a bölünməsindən alınan tam hissə. 387-nin 100-ə bölünməsindən alınan qalıq nə olasıdır? Alınan qalıq olasıdır. 3 düşür, 87 qalıq qalır da. 387-nin 100-ə bölündə. 87-nin də 10-a bölünməsindən alınan tam hissə, 87-nin də 10-a bölünməsindən alınan tam hissə 8-dir. Yəni, burada x-in üstünə gəlir 8-i. 100-ə bölünmədən alınan qalıq 87, 87-nin də 10-a bölünməsindən alınan tam hissə 8. Və deyir ki, A0-ı bərabər elə. A0-ı bərabər elə. A0 çıxılsın x-in kvadratı. Yəni 387-dən də təzədən məndə A0-ı bərabər eləyir. A0-ın özü 387-dir. 387 çıxılsın
Mən x-ə 8 almışam deyə 8-in kvadratı, yəni 64. 387-dən də 64 çıxanda 323 qalar. Yəni burada 387 yox, bunun yerinə artıq 323 olasıdır. İndi gəlirik, təzədən qayıdırıq dövrə. i-nin bir qiyməti ilə. İndi bu dəfə x bərabərdir. A1 böl 100. A1-in qiyməti nədir? 777. İndi bu dəfə 777-nin 100-ə bölünməsindən alınan qalığın 10-a bölünməsindən alınan tam hissəni hesablayır. 777-nin 100-ə bölünməsindən alınan qalıq 77, 77-nin də 10-a bölünməsindən alınan tam hissə 7. Deməli, bu dəfə də x-in üstünə, yəni bu dəfə də 8-in üstünə həmin o 7-ni gəlir də. Bu dəfə x-in qiyməti 15 olasıdır. İndi deyir ki, A1 bərabərdir, A1 bərabərdir. A1 çıxılsın, yəni 777 çıxılsın, x-in kvadratı, 15-in kvadratı nə verir? 225 verir. 777-dən 225 çıxanda, 7-dən 5-in çıxanda ikisi qaldı, 7-dən ikisini çıxanda 5 qaldı, 552. İkinci elementimiz də olasıdır 552. 323, 552 ilə 2 dənə variant var. Cavabla işləyə bilmirik. Bir də gəlib baxırıq. Bu 345-i də yoxlamalıyıq da biz onda artıq. Onda i-nin qiyməti 2 olanda, i-nin qiyməti 2 olanda 345-in 100-ə bölünməsindən alınan qalıq 45-in də 10-a bölünməsindən alınan tam hissə bizə verəcək 4. Deməli, onda gəlib bunun x-in üstünə 4-ü əlavə eləyəcək. Bu eləyəcək 19 və A2 də bərabərdir. A2 də bərabərdir. 345 çıxılsın. Neçə? 361. Yoxsa 19-un kvadratı 381 edir, yoxsa 361 edir. 19 vuraq 19. Yəni, tez hesablayaq. 361. İndi gəldik, baxdıq. Burada da aldıq 361. İndi 345-dən də 361 çıxanda mənfi 16 qalar. Elə deyə burada cavabımız bu C variantı olacaq. Yəni, bu da çevrilib olacaq. Print A-nı istəyir də. Çünki A siyahısını istəyir. Bu sonuncu qiymətdə mənfi 16-ya çevrilib düşəcək. 82-ci sualda cavabımız C. İndi gəldik, baxdıq növbəti suala. 83-cü sualda nə deyir bizə? Deyir ki, Python dilində yazılmış proqramın icrası zamanı ardıcıl olaraq 122, 121, 16, 123, 333 ədədləri ilə girişə verilərsə nəticəni müəyyən edin. Deməli, for i in range 0-dan 5-ə qədər, yəni burada i-yə 5 dəfə qiymət daxil olunacaq. N bərabər olacaq x-ə. N x-ə bərabər olanda, n x-ə bərabər olanda t-ni bir vahid artıracaq, əks halda t-ni 2 dəfə artıracaq. Deməli, gəlin baxaq. Tutaq ki, mən 122 daxil eləsəm burada. Görək bu proses nəyi hesablayır? Tutaq ki, mən burada 122 daxil elədim. Onda gəlib buradan x funksiyasının 122 qiymətini hesablamalıyam. Deməli, x bərabərdir 0. N fərqlidir 0-dan. 122 0-dan fərqlidir, bəli. X-i 10-a vurur, üstə gəlir 10-a bölünmədən alınan qalığı. Yəni, bu olacaq 0 üstə gələk, 122-nin 10-a bölünməsindən alınan qalıq 2-dir də. 2. Sonra n-i 10-a tam böləcək. N-in qiyməti olacaq 12. 12. Qaydacaq 12 0-dan böyükdür deyə x-i 10-a vuracaq. İndi x-in qiyməti bayaq 2 idisə, indi x-i 10-a vuracaq. 2-ni 10-a vuracaq. Eləyəcək 20. Üstünə 12-nin 10-a bölünməsindən alınan qalığı gələcək. Alacaq 22. Sonra bir də 10-a bölünməsindən alınan tam hissə 1-dir 12-nin. 1 0-dan fərqlidir deyə 22-ni vuracaq ona 220. 1-in 10-a bölünməsindən alınan qalıq 221-i gələcək. Deməli, burada nədir proses? Burada ədədin bu fraqment var. Yəni, mən uzun-uzadı getmirəm. Buranı sildim. Yəni, mən burada ədəd daxil eləyəndə bu neyini? Burada gördüyünüz fraqment ədədi tərsinə çevirir. Ədədi mən 122 daxil elədim. 221 aldım. Ədədi tərs çevirir. Ədədi tərs çevirir. Deməli, mən burada birinci 122 daxil eləsəm, 122 bərabər olmayacaq 221-ə. Onda t 0-dır, 0-2-yə vuracaq, t-nin qiyməti yenə də 0 olacaq. Sonra gəlib 121 daxil eləyəcək. 121-in tərsi 121-dir deyə, 121 bərabərdir 121-ə.
T-ni bir vahid artıracaq. T-nin qiyməti olacaq 1. Sonra gəlib növbəti dəfə 16 daxil eləyəndə 16 bərabər deyil 61-ə. 16 61-ə bərabər deyil deyə T-ni 2-yə vuracaq. 1 2-yə vuracaq. Olacaq 2. Sonra 123 daxil eləyəcək. 123 daxil eləyəndə də 123 bərabər deyil 321-ə. Onda elsə düşüb. Yenə T-ni 2-ni 2-yə vuracaq. 4 alacaq. 2-ni 2-yə vurub 4 alacaq. Sonra bir də 333 daxil eləyəndə 333 palindromdur deyə bunun tərsi də elə 333-ə bərabərdir deyə T-ni gəlib 1 artırıb 5 alacaq. Vəsiyo qutardı getdi. T-nin çıxışa gedən qiyməti də 5 olacaq. Burada da neçənci sual idi bu? 83-cü sual idi. 83-cü sualın cavabı açıq sual idi. Burada cavabımız nə aldıq? 5 almışıq. 5 olacaq. Deməli, burada cavabımız olur 5. Belə. İndi gəldik, baxdıq. Nədir məsələmiz? Burada cavabımız 5 olurdu. Gəldik, baxdıq 84-cü suala. Nə deyir burada bizə? Deyir ki, sorğu var burada. Bu sorğunun nəyini istəyir? Nəticəsini istəyir bizdən. Verilənlər bazasında işçilər cədvəli verilmişdir. Not. Aha, bu notdan sonra mötərizə burada açılıb. Aha, bu not deməli bura aid. Bu notu ən sonda. Bu notu ən sonda işləməliyik. İndi gəldik, baxdıq. Deməli, birinci bura qədər olan hissəyə baxıram. Cinsi bərabərdir kişi. Cinsi bərabərdir kişi sorğusunun nəticələri 1, 3, 4'dür. 1, 3, 4. 1, 3, 4. İndi gəldik, baxdıq. And nədir? Kəsişmə. And not təcrübə böyük bərabər 14. Təcrübə böyük bərabər 14-ü inkar edirəm. Yəni, təcrübə kiçik, böyük bərabərin inkarı kiçikdir. Təcrübəsi 14-dən kiçik olanlar kimdir? 1-dir. 14-dən kiçik olanlar 2-dir. 14-dən kiçik olanlar 4-dür. Və 14-dən kiçik olanlar 6-dır. 1, 2, 4, 6. Bunların kəsişməsinin nəticəsi bizə verəcək 1 ilə 4. 1 ilə 4. İndi təzədən bir də and not, bir də kəsişmə. Vəzifəsi həkim or fəhlə. İndi gəlin baxaq. Vəzifəsi həkim və ya fəhlə olanları götürməməliyəm. Məsələn, vəzifəsi həkim və fəhlə olan, yəni or şərtini ödəyən. Vəzifə həkim or fəhlə olan 3 ilə 5-dir. Amma burada mənə not veribdir deyə bunun inkarını götürməliyəm. Yəni 1, 2, 4, 6-nı götürməliyəm. 1, 2, 4, 6-nı götürməliyəm. Təzədən bu ikisinin də kəsişməsi mənə yenə 1, 4-ü verir deyə və əvvəldə not hissəsi var, lap əvvəldə. Not hissəsi nə deyir? Not hissəsi deyir ki, bu 1 ilə 4-ü götürmə, qalanların götür. Ümumilikdə bu sətirdə 6 dənəsi var. Bunun 2 dənəsini götürməyəsinizsə, 4 dənəsini götürməlisiniz. 84-cü sualda cavabınız olacaq 4. 84-cü sualda cavabınız olacaq 4. Sonra gəldik, baxdıq 85-ci suala. 85-ci sualda nə deyir? Alqoritmin yerinə yetirilməsi nəticəsində T dəyişəni 60 qiymətini almışdır. N dəyişəninin girişə verilə biləcək ən böyük natural qiymətini müəyyən edin. Deməli, burada gəlib nə iniyəsiyik? Bizdə dəqiqə. Hə. Deməli, gəlin birinci baxaq ki, bu proses neçə dəfə dövr eləyib. Deməli, burada n daxil eləyibdir. T bərabərdir 120, n kiçikdir T minus 5, n bərabərdir n vur 3, T bərabərdir T çıx 30. Deməli, nə deyir? T dəyişəni 60 qiymətini almışdır. T dəyişəni 60 qiymətini almışdır. N dəyişənin girişə verilə biləcək. T 60 qiymətini alıbsa, gəlin bir dənə baxaq da burada. Mən bilmirəm n-ə nə verəsiyəm burada. N-ə hər dəfə 3-3 artırmışam. N-ə hər dəfə 3-3 artırmışam. Deməli, biz belə deyək də, buradan 120-dən mən hər dəfə 30 çıxıbdır deyə, yəni mən buradan bir T-yə 60 almışamsa, mən bundan 2 dəfə 30 çıxmalıyam ki, T-yə gəlim 60 alım. Deməli, burada prosesdə
2 dəfə dövr olacaq. 2 dəfə dövr. Deməli, n də hansı qiymətdirsə, mən onu 2 dəfə 3-ə vurmalıyam ki, bu şərt ödənməsin. Böyükdür, bərabərdir. Elə bir 120-dən elə bir 30 çıxacağıq. 120-dən elə bir burada böyük bərabər 55 şərti ödənməlidir də. 9n böyük bərabər 55-dən, n də böyük bərabər olmalıdır 6-dan. 6 dəfə 9-un 6 tam neçəsə də, yəni n bərabərdir 7 deyək. İndi gəldik, baxdıq. Bu n-in ən kiçik qiyməti olasıdır. Bu n-in ən kiçik qiyməti olasıdır. Amma şərtə qayıdıb baxsam, şərtdə mənə nə deyir? N dəyişənin girişə verilə biləcək ən böyük qiymətini. Mən n-in misillərini yoxlamalıyam. 7-də bu 2 dəfə dövr eləyəcək. Çünki 21, 21-i 63, 8-də də gəlin belə 7-nin misillərinə baxaq. Məsələn, mən bunu 14-də yoxlasam, n-ə 14 daxil eləsəm, n-ə 14 daxil eləsəm, n-ə 14 daxil eləyəndə t120, 14 kiçikdir 115-dən, n-i 3-ə vuracaq 42, 42 və t-dən 30 çıxacaq, bura alacaq 90. Sonra təzədən bir də dövrə gedəcək, 42 kiçikdir 90 minus 5-dən, 85-dən. Yenə bu şərt ödəndiyinə görə n-i 3-ə vuracaq, 42-ni 3-ə vuranda, 42-ni 3-ə vuranda nə alınır? 126 alınır. Burada 60 alınır. Artıq bu dəfə hə. Burada da 2 dəfə dövr var. Deməli, mən elə bir qiymət götürməliyəm ki, yəqin ki, 21-də də 21-i 2 dəfə 3-ə vursaq, 42-ni 3-ə vursaq 126. 21 ilə götürsəm, 21-i 3-ə vursam 63, 63-dən sonra bir dəfə də dövr olacaq. 28 ilə yoxlayaq görək. Bunu yoxlayaq 28 ilə. Yenə bunları sildim. N-ə daxil eləyək. N-ə daxil eləyək 28. Mən n-ə 28 daxil eləsəm, 28 115-dən kiçikdir deyə 28-i 3-ə vuracaq. 28-i 3-ə vuranda nə alacaq? 3 8-in 24, 84 olacaq. 84 olacaq. 120-dən 30 çıxacaq. 90, 90. Artıq bura gedəndə 84 kiçikdir. Burada 90. Öncə bu 28-də, baxın, çox güman ki 29-da artıq 29-da artıq bu n-in 29 qiymətində. Baxın, mən n-ə 29 daxil eləsəm, n-ə 29 daxil eləsəm, t 120-dir. Deməli 29 kiçikdir 120 çıxaq 5-dən, yəni 115-dən. 29 bəli, 29-u 3-ə vuracaq 87. 80, t-dən də 30 çıxacaq, qalacaq 90. İndi bu qiymətlərlə gələndə 87 kiçikdir 90 çıxaq 5-dən. Bax, görürsünüz 29-da ödənmədi. 29-da ödənmədisə, deməli n-in daxil edilə biləcək ən böyük qiyməti 28-dir. Yəni, burada sualın cavabına götürməliyik 28. İndi gəldik, baxdıq. Yəni, mən orada dövrlərin sayını tapdım. N-in ən kiçik qiymətini müəyyənləşdirdim və n-in misillərində axtardım cavabı. N-ə 7 tapmışdım deyə ən kiçik qiymət. 7-nin misillərində baxdım, yəni prosesə. Bu oldu 85. 85-ci sualda cavab 28 aldıq. 86-cı sualda Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin deyir. S bərabərdir 0, for i in range 0-dan 7-yə qədər. Deməli, burada nə edəcəyik? i-nin aldığı qiymətlər 0-dan 7-yə qədərdir. Yəni 0, 1, 2, 3, 4, 5, 6. Tutaq ki, bu belə. Deyir ki, i-nin kubunun 2-yə bölünməsindən alınan qalıq 0-dırsa, yəni i-nin kubu cüt ədəd olanda, onun s-in üstünə i-nin 2 mislin gələcək. I-nin özü tək ədəd olanda s-dən i-ni çıxacaq. Yoxlayaq da onda. Deməli, birinci i 0-dır. 0-ın kubunun 2-yə bölünməsindən alınan qalıq 0-dır deyə. S-in üstünə 0-ın 2 mislin gələcək. S hələ də 0-dır. 0-ın 2-yə bölünməsindən alınan qalıq da 1 deyil deyə, yəni bunu da icra eləməyəcək. Gəlib i-nin 0 qiyməti getdi. I-nin 1 qiymətinə baxıram. Bunu icra eləməyəcək. Çünki 1-in kubunun 2-yə bölünməsindən alınan qalıq 0 deyil. 1-in 2-yə bölünməsindən alınan qalıq 1-dir deyə. S-dən i-ni çıxacaq. S 0 idi. 0-dan 1 çıxanda bu verəcək S-ə -1. Sonra qayıtdıq, baxdıq. For i-nin bir qiyməti getdi, 2 qiyməti.
2-nin kubunun 2-yə bölünməsindən alınan qalıq 0-dır deyə s-in üstünə i-nin 2 mislin gələcək. S -1-dir. -1-in üstünə i-nin 2 misli nədir? 4-dür də. -1-in üstünə 4 gələndə s-ə qiymət olaraq alacaq 3. S-ə alacaq 3. Və bir də 2-nin 2-yə bölünməsindən alınan qalıq 1 deyil deyə bunu icra eləməyəcək. Gəlib i-nin 3 qiymətinə müraciət eləyəcək. 3-ün kubu 2-yə bölünməsindən alınan qalıq 0 deyil deyə s-dən gəlib i-ni çıxacaq. Yəni 3-dən 3-ün çıxacaq. S-in qiyməti yenə olacaq 0. Sonra burada 4-ün kubunun 2-yə bölünməsindən alınan qalıq 0-dır deyə s-in üstünə gələcək i-nin 2 mislin. Yəni s-in qiyməti olacaq 8, 8. Bu da ödənmir deyə təzədən qayıdacaq dövrə. Burada 5-dir. 5-in kubunun 2-yə bölünməsindən alınan qalıq 0 deyil deyə s-dən gəlib i-ni çıxacaq. 8-dən 5-in çıxacaq. Gəlib alacaq 3. Ondan sonra bir də 6-da 6-nın kubunun 2-yə bölünməsindən alınan qalıq 0 deyə 3-ün üstünə 6-nın 2 mislin gələcək. Eləyəcək 15. Bu da ödənmir deyə elə s-in son qiyməti olacaq bizdə 15. Deməli 86-nın sualda cavabımız 15. Aha, deməli belə. Gəldik 87-ci suala. Bunları silək. 87-də bizə nə deyir? Access proqramında sahələr nə üçündür? Deməli, birinci bizə nə verib? Text. Text mətin tipli sahələrdir. 255. Amma burada mətnlə bağlı böyük həcm. Böyük həcmli mətnlər memo sahədə yazılır. 3-ə B. Pul məbləği 2-yə A. Currency və textdə mətin tipli sahələrdir. D. 1-ə D. Sayğac rolu olan sahə avtonomverdir. Məntiqi tipli verilənləri yerləşdirmək üçün də yes, no tipli sahələr var. Ona görə burada cavab belə olacaq. 1D, 2A və 3B. Bu da oldu növbəti sualımızın izahı. İndi gəldik, baxdıq 88-ci suala. Daxil ediləcək n natural ədədinin sadə vurğularını tapan proqramı Python dilində yazın. Deməli, gəlin yazaq. N natural ədədinin sadə vurğularını. Deməli, belə. Bu bayaq yoxladığımız idi. Bunları gələk silək. Aha. Deməli, baxın. Natural ədədin sadə vurğularını axtarırıqsa, gələk birinci biz ədədimizi daxil eləyək. Gəlib nə deyirik? N bərabərdir. Int input deyək. Int input verdik. Int input verdikdən sonra gəlib deyirik ki, nə qədər ki bizim, bir də sadə vurğularımız 2-dən başlayır deyə i bərabərdir 2 dəyişənin götürdük. Dedik ki, while nə qədər ki bizim daxil elədiyimiz ədəd böyükdürsə 1-dən, nə qədər ki 1-dən böyükdürsə, əgər bizim n-imizin i-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirsə, onda print i, yəni həmin vurğu çap eləsin. Sonra gəlib nə edirik? Sonra gəlirik n bərabərdir. N-i təzədən i-yə tam bölürük. N-i i-yə tam bölürük. Yəni, məsələn, daxil elədiyim ədəd 12-dirsə, 12-nin 2-yə bölünməsindən alınan qalıq 0-dırsa, deməli 2 sadə vurğudur. Onda 12-ni 2 dəfə azaldıram ki, növbət dəfə 6-nı yoxlayım. Təzədən gəlirəm. Tutaq ki, 2 ödənmədisə, burada i yazmalıyam, mən 2 yazmışam. Təzədən gəlirəm burada, else yazıram. Tutaq ki, növbəti dəfə mən daxil elədiyim ədəd 14 idi. 2-yə bölündü, təzədən gələndə 2-yə bölünmədisə, deməli, bu başqa bir ədədə bölünməlidir. Onda gəlirəm, i-ni bir vahid artırıram. I bərabərdir, i üstəgələk 1 deyirəm, i üstəgələk 1 deyirəm. Və belə bu şəkildə proqramımız belə işləyəcək. Mən bura RAM versəm, OK desəm, məsələn, mən daxil eləyirəm bura 12. 12 daxil etsəm 2, 2, 3 verməlidir də sadə vurğuları. Verdi. Məsələn, gəlib, məsələn, başqa bir ədəd daxil etsəm, tutaq ki, 625 daxil etsəm, ancaq 5 verməlidir mənə. Ancaq 5-ləri verdi. Deməli, yazdığımız proqram doğrudur. Bu olur bizdə, gələk proqramı bağlamayaydıq. Bu olur bizdə 88-ci sualımızın izahı. Proqram bu rahat idi.
Sonra 89-da nə deyir? Klaviaturadan daxil edilmiş hərf və rəqəm simvollarından ibarət sətirdə hərflərin sayı ilə rəqəmlərin sayları hasilini hesablayıb çap edən proqramı Python dilində yazın. Bir də gələk Pythonumuzu açaq. Hərflərin sayı ilə rəqəmlərin sayının hasilini çap edən proqram istəyir bizdən. Deməli, buradan gəlib nə deyirik? Buradan gəlib deyirik ki, n bərabərdir input. Mən bura həm hərf, həm rəqəm simvolları daxil eləyəsiyəm. İndi gəldik baxdıq. Gəlib nə deyirəm? Deyirəm ki, hə, bu axırıncı mötərizəyə gərək yoxdur burada. Deməli, deməli mən nəyi tapmalıyam? Hərflərin sayın, bir də rəqəmlərin sayın. Mən HS götürürəm. Bu hərf sayı bərabərdir 0 deyirəm. Bir də RS deyirəm. Rəqəm sayı bərabərdir 0 deyirəm. Və deyirəm ki, for in n. Yəni, n sətrinin içərisinə müraciət edirəm və burada şərt verirəm. Deyirəm ki, if i nətər deyək, rəqəm deyək də, i sıfırdan 0, 0 belə deyək də, i rəqəmdirsə, bunu belə vermək olar. Deməli, belə eləyək də, şərt elə belə yazaq da biz bunu. Deyək ki, if in belə yazaq. I böyük bərabərdir 0-dan, i böyük bərabərdirsə 0-dan, and böyük, bu 0-ı da dırnaq içərisində yazıram, çünki mən sətri daxil eləmişəm. And i kiçikdir bərabərdirsə 9-dan, i kiçikdir bərabərdirsə 9-dan. Onda deyirəm ki, 0 ilə 9-un arasındadırsa rəqəmdir. RS bərabərdir. RS üstə gələk 1. Gəlirəm buradan bir də əks halda rəqəm deyilsə hərfdir. Else HS bərabərdir. HS üstə gələk 1. Buradan da gəlib ən axırda nə deyirəm? Deyirəm ki, print. RS vuraq HS. RS vuraq HS. Hərflərlə rəqəmlərin sayının hasilini istəyir. Run verdik, OK verdik. Bunu nəsə şərti olaraq adlandıraq. Say, hərf deyək, məsələn, bura. Deməli, n bərabərdir. Mən bura bir sətir daxil edirəm. A, B, S, 2, 3, R, C, 4, 5, K, 6. Məsələn. İndi burada hərflərin sayı 1, 2, 3, 4, 5, 6. 6 dənə hərf var, 5 dənə də rəqəm var. 30 verməlidir nəticəyə. 6 vur 5-i hesablamalıdır. Nəticəyə 36. Deməli, yazdığımız proqram doğrudur. Fərqli cürdə yazmaq olardı. Məsələn, tutaq ki, siz buradan bir A sətri verərsiniz. A sətrinin içərisində rəqəmlər qeyd edin. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 belə verə bilərsiniz. Və gəlib deyə bilərsiniz ki, yəni bu şərti belə də yaza bilərsiniz. Məsəl üçün, if in A. Əgər i A sətrinin içərisindədirsə, RS bərabərdir, RS plus 1, əks halda HS bərabərdir, HS plus 1. Təzədən run verərsiniz, OK deyərsiniz. Hə, burada 2 dənə qoşa nöqtə var. Bunun birini silək, tamam. Bunu run verək. Run elədik. Run elədikdən sonra OK. Məsələn, A, S, 3, 2, 1, F, G, H, 44, 5, 6, T deyə bir sətir daxil edirəm. Burada 1, 2, 3, 4, 5, 6 dənə hərf, deməli 3, 6 dənə rəqəm var. 36 verməlidir. Nəticəsi 6 vur 6 və nəticə bizə 36 verdi. Hətta başqa cürdə yanaşma eləmək olar. Bayaq yazdığımız rəqəm şərtin, hansı ki 0 ilə 9-un arasındadır, onu siz hərf şərti üçündə yaza bilərsiniz. Yəni,
Məsələn, nətər? I böyükdür, bərabərdir. Dırnaq içərisində A yazırsınız və bir də and i kiçikdir, bərabərdir. I kiçikdir. I kiçikdir, bərabərdir. Z yazırsınız. Z yazırsınız və bu şəkildə də yoxlaya bilərsiniz. Ancaq bu dəfə bu RS ilə HS-in yerini dəyişin. Çünki bu hərf sayıdır. Bu isə rəqəm sayıdır. HS eyni şəkildə burada da RS-ləri deyəsiniz və yenə də eyni nəticəni ala bilərsiniz. Məsələn, run verdim, OK verdim. Məsələn, A, B, 43. 2 hərf, 2 rəqəm var. Çıxışa 4 verməlidir. Nə dedi bizə? Name Z. Yəqin ki, mən orada Z-i dırnaq içərisində yazmamışam. Baxın, A-nı dırnaq içərisində yazmışam, Z-i dırnaq içərisində yazmamışam deyə. Bunu mənə səhv verdi. Gəlib buradan run versək, run verəndən sonra OK desək, n bərabərdir. Məsələn, A, B, 2, 3, 4. 2 hərf, 3 rəqəm var. 2 vur 3, 6 verəcək bizə. Bu da oldu bizdə növbəti sualımızın izahı. Aha, deməli, gəlib baxırıq indi nəyə? Baxırıq 90-cı suala. N sayda tam ədəddən ən kiçiyini tapan alqoritmin blok sxemini qurun. Deməli, n sayda tam ədəddən ən kiçiyinin bunu nətər yazarsınız? Bunu gəlib belə yazasınız. Biz nə etməliyik? N sayda, n bizdə saydır. Yəni, məsələn, mən 5 dənə ədəd daxil edirəmsə, onların içərisindən ən kiçiyini tapan alqoritmin blok sxemini qurmalıyam. Deməli, gəlib nə deyirəm? Başlanğıcdan başlayıram. Başlanğıcdan başladım. Niyə yazmadı qələmimiz? Bircə dəqiqə. Qələmimiz yazmır. Bircə dəqiqə bu bir qələmlə yazaq. Yazdım. Deməli, burada gəlib nə edirik? Biz gəlirik burada bir başlanğıcla başlayırıq. Bu n ədədlərin sayı olsun. N ədədlərin sayı olsun və bir də bir dənə ədəd daxil edirəm. Məsələn, daxil elədim A ədədi və yaxud hər hansısa başqa bir ədəd. N sayda deyirsə, indi buradan bir dənə i bərabərdir. 1 verirəm. Saymaq üçün. Və gəlirəm buradan. Deyirəm ki, nə qədər ki, i kiçikdir bərabərdir n-lə. I kiçikdir bərabərdir n-lə. N sayda ədəd daxil edirəm deyə təzədən bir dənə də burada A ədədi daxil edirəm. A ədədi daxil edirəm. A ədədi daxil elədikdən sonra gəlirəm təzədən bir də burada A ədədi daxil elədikdən sonra A belə eləyək də biz burada bunu. Burada A verməyək. Burada biz başqa bir dəyişən deyək. N saydı da bizdə. Deməli, bunu A deməyək. Bunu bir X deyək. X deyək. Buradakı bu hissəni. İndi çünki mən bura bir ədəd daxil eləməliyəm. Daxil elədiyim ədədi həmişə o X-lə belə deyək də müqayisə eləməliyəm ki, daxil elədiklərimdən hansı ən kiçikdirsə, onu seçim. Nə qədər ki, kiçikdir bərabər deyin, A daxil elədim. A daxil elədikdən sonra gəlirəm şərt blokunda A-nın X-lə müqayisəsinə baxıram. A-nın X-lə müqayisəsinə baxıram. Əgər A X-dən kiçikdirsə, A X-dən kiçikdirsə, daxil elədiyim buradakı A ədədi, buradakı X ədədindən kiçikdirsə, məsələn, mən burada tutaq ki, X-ə 7 daxil eləmişəm, A-ya 3 vermişəmsə, yoxlayıram 3 7-dən kiçikdirsə, X-i 3-ə bərabər eləyəsiyəm. Gəlirəm burada hər qolunda deyirəm ki, A bərabər olsun X-ə. Daha doğrusu X bərabər olsun A-ya. Bunu burada düzəldək. X bərabər olsun A-ya. X bərabərdir A. Bunu çevirdik. Bunu çevirəndən sonra gəldik. i-ni də bir vahid artırdıq. i də bərabərdir.
i üstəgələk 1. Sonra təzədən gəlirəm, nə edirəm? Bunları qaytarıram burada. Hə, i üstəgəl 1-i. Çünki bax bu a kiçikdir x şərti ödənmədiyi halda ə, bu a kiçikdir. Məsələn, a x-dən kiçik deyil də. Onda təzədən mən bunu qaytarmalıyam bura. Ona görə də mən gəlirəm i üstəgələk 1-i hər ikisində artmalıdır deyə. Mən burada verirəm i üstəgələk 1-i. Gəldim buradan. Buradan da beləsinə gəldim. Buradan dedim ki, i bərabərdir i üstəgələk 1. Hər bir halda i-ni bir vahid artırsın. Və bunu qaytarsın təzədən hara? Bura. Bu hə qoludur, bu yox qoludur. İndi bu prosesi icra edəcək. Hər dəfə x-ə a-nın ən kiçik qiymətini götürəcək və prosesin sonunda nə edəcək? Gələcək yox qoluna ən kiçiyini tapan x-i çıxışa verəcək. X-i çıxışa verəndən sonra da prosesi sonlandıracaq. Bu da olacaq 90-cı sualın izahı. Deməli, belə. Biz bu sualların hamısına baxdıq. İndi gəlib qaydaq əvvələ. Əvvəldə bir dənə sual qoymuşduq. Görək bu sualda bizə nə deyirdi? Neçənci sual idi o? Deməli, çoxluqlara aid bir məsələ idi. 64-cü sualımız idi. Deməli, 64-cü sualda 64-cü sualda deməli, qələm, dəftər, kitab. Kitab, or, qələm, or, dəftər 920. Deməli, biz gəlib burada belə desək də, bax, bunların cəmi 400, 500, 300. 400, üstə gələk 500, üstə gələk 300. Mən bunlardan çıxmalıyam. Nəyi? Mən buradan çıxmalıyam. Bir dənə bunu belə eləyək. Buradan çıxmalıyam. Mən qələmlə dəftərin kəsişməsin. Qələm, kəsişmə, dəftər. Sonra buradan çıxmalıyam. Qələmlə kitabın kəsişməsin. Qələmlə kitabın kəsişməsin. Sonra bir də buradan çıxmalıyam. Dəftərlə kitabın kəsişməsin. Dəftərlə kitabın kəsişməsin və bunun da üzərinə gəlməliyəm. Bunların üçünün kəsişməsin. Yəni qələm, kəsişmə, dəftər, kəsişmə, kitab. Və bu nəticədə mənə nə verməlidir? Bunların birləşməsini verməlidir də. Bunların birləşməsi də 920 deyə bunu bərabər edirəm 920-yə. İndi sonra gəlib nə edirəm? Buradan baxın. Dəftərlə kitabın, dəftər or kitab neçədir? 730. Kitabla dəftərin birlikdə cəmi 800-dür deyə, kitabla dəftər birlikdə 800-dür deyə. 800-dən 730-un çıxanda burada qalır 70. Yəni elə bilin ki, dəftər or bu dəftərlə kitabın kəsişməsinə biz gəlib almalıyıq 70. Bircə dəqiqə dəftərlə kitabın kəsişməsi buradadır. Bura gəlib alacam 70. Sonra gəldim baxdım. Dəftərlə qələmin kəsişməsi. Dəftərlə qələmin kəsişməsi 760-dır. Bunların ikisi bir yerdə 900-dür deyə, 900-dür deyə. 900-dən 760-ın çıxsam, dəftərlə qələmi çıxsam. Burada alasıyam 140. Burada gəldim aldım 140. Onda mən gətirib bunları yerinə qoysam, yəni məndə bir dənə qələmlə kitab qalır da burada. 400, 500, 900, 300, 1200. 1200 çıxılsın 140, çıxılsın 70, çıxılsın qələmlə kitabın kəsişməsi və bir də üstə gələk nə? Üstə gələk üçünün kəsişməsi. Qələm, dəftər və kitabın kəsişməsi. Bu da bərabər olar 920-yə. 920-yə. İndi mən buradan gəlib nə alıram? Buradan gəlib alaram ki, deməli, qələmlə kitabın kəsişməsi çıxılsın, qələm, dəftər və kitabın kəsişməsi bərabərdir.
1200, burada 140, 70, 210, 990, 990'dan da 920'sini çıxanda burada qalır 70. İndi biz bura 70 aldıq. Buradan gəlib nə edərik? Bura 70 aldıqsa, bu ikisinə 70 aldıqsa, e, deməli buradan gəlib bizə lazımdır bu üçünün kəsişməsi. Elə bir qələmlə kitaba da, qələmlə kitaba da. Qələmlə kitaba nə ala bilərik? Bunu nətər hesablayaq, yerinə qoyaq. Gətirək burada, ə, gətirək burada. Deməli, biz qələmlə kitabın kəsişməsini tapmalıyıq da. Ə, bunu bəs variantla işləyə bilərikmi biz? Gələk baxaq görək variantla işləsək bizə nə verəcək? Variantla işləsək, variantla işləsək. Biz yenə də biz buradan ancaq qələmlə kitabın kəsişməsini tam ala bilirik. Biz bura ancaq variantla baxaq. Bircə dəqiqə variantlara baxım. Variantlarda qələm, dəftər, kitab. Ə, deməli variantlarda nə var? 50 var, 40 var, 70 var, 60 var, 30 var. Ə, məsələn, mən bircə dəqiqə Venn diaqramı ilə bunu təzədən bir də baxaq görək. Venn diaqramı ilə nəsə ala bilirikmi? Gəldik Venn diaqramını çəksək. Venn diaqramını çəksək. Deməli, bura qələm, bura dəftər, burada kitab olsa, bura bir X desək, bura bir Y desək, qələmlə kitabın kəsişməsi X plus Y-dir. Bunların üçünün də kəsişməsi X-dir. Yenə də mən gəlib buradan Y bərabərdir 70 alıram. Yəni mən bu hissəyə 70 alıram. Bu hissə 70-dir. Bir dənə buranı silək. Bircə dəqiqə bu çevrəmizi təzədən çəkək. Çox güman ki, nəsə mənim nəzərimdən qaçır. Bu hissə 70-dir. Bura X-dir, bura X-dir. Qələmlə dəftərin kəsişməsi 140 idisə, bura olacaq 140 çıxaq X. Dəftərlə kitabın kəsişməsi də 70 idisə, burada olacaq 70 çıxaq X. Kitab özü bütövlükdə. Bunları da gəlib qiymətlərin buradan yerinə qoysaq, cəmləsək 920 versək, yenə də bizə burada Y-in qiyməti qalacaq. Yoxsa, məsələn, qələm 400-dür də, 140, 70, 210 bu tərəfə qalır 190. Çünki bu X-lər gedir. Burada gəlib baxsaq, görək X-imiz qalır, yoxsa gedir burada. 190, burada da dəftər neçədir? Dəftər 500-dür. 140, 70, bura 210 plus X qalır. 210 plus X qalır. Çünki daha doğrusu 500 çıxaq 210 plus X qalır burada. Bunları bu hissəni toplasaq 210 plus X gedir. Minus X burada. 210 minus X 500-dən də 210 minus X-i çıxanda 210 minus 290 plus X qalır bura. Bura qalır 290 plus X. 2X-lər bir-birini götürsün. 210, 290 dəftər 500 versin. Onda kitaba da baxsaq 70, 70 X-lər bir-birini götürəcək. Kitab 140-dırsa burada qalacaq 160 olmalıdır ki 300 versin. Bunların hamısını cəmləsəm X qalacaq burada. Bu X bunu götürəcək, bu X də bunu götürəcək. Nəticə mənə yenə də 920 verəcək. Mən buradan bu X-i tapa bilmirəm. Deməli, belə. Bunu ancaq yaxşı variantlardan qoyub yoxlasaq. Məsələn, 50-ni qoyub yoxlasam. Yəni, başqa variant yoxdur deyə, ancaq variantı qoyub yoxlayacağım. Doğru cavabı almaq üçün. Deməli, ola bilər ki, bəlkə də nəsə sadə bir yol var. Sadəcə, mənim hal-hazırda bu mənim ağlıma gəlmir. Deməli, belə deyək də, bura qələm olsun, bura dəftər olsun, burada kitab olsun. Deməli, mən bura 50 qoysam, kitab or dəftər. Kitab or dəftər neçə idi? Kitab or dəftər 730 idi. Kitabla dəftər bir yerdə 800 eləyir deyə, 800 eləyir deyə. 800-dən 730-un çıxsam, qalır 70. Əgər burada 50-si varsa, dəftərlə bura 20 qoymalıyam. Sonra dəftərlə qələm 760-dır, dəftərlə qələm 900 eləyir. Dəftərlə qələmin kəsişməsi 140-dırsa, bura 90 qoymalıyam, bura 90 qoymalıyam.
İndi mən bu verilənlərə görə onsuz da bayaqdan bu tərəfi 70 hesablamışam da. Buranın 70 olduğunu bilirəm. 70 ilə də 50 mənə 120 verəcək. İndi gəlirəm qələmi 400-ə tamamlamaq üçün 90, 50, 140, 140, 70. 140 ilə 70 nə eləyir? 210. 210-dursa 400 olmaq üçün bura 190 olmalıdır. Ee, Sonra buradan baxıram. Dəftər 500-də nədir? 90, 50, 140, 20 də burada 160. 500-dən 160 çıxanda 340 buradır. 340 buradır. Onda kitaba baxıram. Kitab da 300-dür. 70, 50, 120, 20 də burada 140. Onda bura 160 olmalıdır. Onda mən dəftər 500-dürsə 500, 160, 660 ilə 660 ilə 190 bizə verir. 660-dan bizə dəqiqə kalkulatoru çıxardım, hesablayayım. Deməli 500, 500 üstə gələk 160, üstə gələk 70, üstə gələk 190. Bu elə bizə 920 verir. Elə burada 50 ilə yoxlayanda bu bizə 920 verir. Elə burada yəqin ki, cavab A variantı olacaq. Amma ola bilər ki, yəni əvvəlcədən mən bu suallara hazırlaşmamışam. Suallarda, yəni ilk ağlıma gələn variantı qoydum, yoxladım. Yəni bu şəkildə doğru verdi. Yəqin ki, elə cavabımız A variantı olacaq. Amma yenə də bu suala baxıb dəqiqləşdirəcəm. Ə, Deməli, belə. Sınağı yekunlaşdırdıq. Kifayət qədər çətin sınaq idi. Ə, Yəni, kifayət qədər çətin sınaq idi. Vaxt aparan sınaq idi. Əgər qəbul da bu qədər çətin olarsa, abituriyentlərin işi çətin olacaq. Yəni düşündürücü suallar həddindən artıq çox idi, vaxt aparan suallar həddindən artıq çox idi. Yəni 3 saata görə, 3 fənninə görə hesablanmış suallar deyildi. Yəqin ki, bunlar sizə abituriyentlərə artıq bir ipucudur ki, imtahan o qədər də sadə olmayacaq. Ümidvarıq ki, imtahan abituriyentlər üçün rahat olar. Hər birinizə uğurlar arzulayırıq. Bir də öncədən təkrarlayıram, suallara əvvəlcədən gördüyünüz kimi hazırlaşmamışam deyə ola bilər ki, hər hansısa bir sualda problem ola bilər. Biz də səhv eləyə bilərik. Hər kəs ilk olan yerdə səhv həmişə olur. Əsas məsələ odur ki, mən öz səhvlərimdən qorxmuram. Sizə də məsləhətim odur ki, səhvlərinizdən qorxmayasınız. Səhv varsa, o səhvin üzərində dayanın, onu öyrənin. Kanalımıza abunə olmağı, videomuzu bəyənib, suallarınız varsa şərh yazmağı unutmayın. Və videonu paylaşın ki, daha çox abituriyent bu videodan faydalana bilsin. Diqqətinizə görə sağ olun.